Azərbaycan Texniki Universitetində Şimali Kipr Türk Respublikasının prezidenti cənab Ersin Tatarın fəxri doktor diplomunun təqdimat mərasimi keçirilib. Tədbir prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub. Mərasimdən öncə cənab prezident ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib və universitetin kitabxanası ilə tanış olub. Daha sonra Azərbaycan Texniki Universitetinin akt zalında keçirilən əsas mərasimdə universitetin rektoru professor Vilayət Vəliyev açılış nitqi ilə çıxış edib. Tədbirdə prezident Ersin Tatarın ictimai-siyasi fəaliyyəti barədə təqdimat nümayiş olunub. Ardınca fəxri doktor adının verilməsi mərasimi keçirilib. Prezident Ersin Tatarın Azərbaycan Texniki Universiteti kollektivi qarşısında çıxışı və bağlanış nitqləri ilə tədbiri yekunlaşıb. Mərasimdə elm, təhsil və ictimaiyyət nümayəndələri, eləcə də media qurumlarının təmsilçiləri iştirak edib. Ziya Hikmətoğlu, Rəsul İsayev, Banu Hüseynli, Səs TV xəbər.